Hə, elektrik sahəsinin potensialı, elektrik sahəsində potensial enerji. O potensial normalda potensial enerji xarakterizinin kəmiyyəti. O potensial dediyimiz o prosesi xalqın uşağı dediyim o. Hə? Yox, elektrik sahəsinə daxil. Bunlar hamısı elektrik sahəsi olaraq birlikdə gedir. Yəni potensial fi hərfindən işarə olunur uşaqlar. Bayaqlar dediyi yük potensialı çoxdan aza doğru axım etmək və s. Yəni potensial enerjinin sınaq yükünə nisbətidir. Normalda uşaqlar yəni bizim potensialımız bu potensial enerjidən və şu sınaqdan asılı deyil. Bəs nədən asılıdır? O da potensial enerjiden çıxır uşaqlar. Normalda potensial enerjinin dəyişməsi işə bərabərdir. İşin düsturuna bayaqlar nə yazıq? Q sınaq Y vurulsun D bölünsün Q sınaq yazılır. Bunlar ixtisar gedir, qalır Y vurulsun D. Y'miz nə idi? K Q0 bölünsün R kvadratı vur D. Bu R də məsafə, D də məsafə uşaqlar. Bunlar ixtisar gedər. Qalar nə? K Q0 bölünsün R. Bizim potensialımız aslıdır bax bunlardan. K Q0 bölünsün R. Yaddan çıxartmayaq. Bizim potensial enerjimiz isə həm potensialdan, həm Q sınaq yükündən aslıdır uşaqlar. Sınaq yükü dediyimiz gətirib apardığımız o yükdür. Yəni, bəli. Potensial. İndi gəldik uşaqlar bu potensialın artıb azaldığı nöqtələrə birlikdə baxmağımıza. Gəlin birinci ekvipotensial xətlərə keçək, sonra baxarıq. Həmən ona keçmiş olar uşaqlar. Ekvipotensial xətlər. Ekvipotensial xətlər nədir uşaqlar? Normalda bayaq intensivlik xətlərini çəkmişdim. Həm paraleldə, həm digərlərində fərqi yoxdur. Bu bizim intensivlik xətləridir. Baxın, bax bu qırıq-qırıq xətlərimiz var. Bax bu qırıq-qırıq xətlərə ekvipotensial xətlər deyirlər. Normalda bura müsbətdir. Bax bura mənfidir. Axım müsbətdən mənfiyə doğrudur. Bayaqlar burada çəkmişdik. Məsələn, müsbət yükümüz var. Burada mənfi yükümüz var. Müsbət yükdən çıxırdı, mənfiyə doğru gəlirdi uşaqlar. Axım hər zaman müsbətdən mənfiyə doğrudur uşaqlar. Yəni deyirik ki, potensialı çoxdan aza doğru axım qəbul edirik. Yəni həmişə. İndi baxın, bu nöqtələrdə biz müxtəlif nöqtələr götürsək, 1 nöqtəsi, 2 nöqtəsi, 3 nöqtəsi, 4 nöqtəsi, 5 nöqtəsi götürsək, həmişə potensial çoxdan aza doğru axım etmiş olur uşaqlar. Ona görə də F1 bərabərdir F2-yə. Amma ekvipotensial xətlər üzərində isə potensiallar həmişə bərabərdir. Böyükdür F3-dən, o da böyükdür F4 də bərabərdir F5-ə. Potensial həmişə çoxdan aza doğru axım etmiş olur. Bu qeyri-bircin sahədə də belədir. Yəni qeyri-bircinsə də bu formadadır. Məsələn, tutaq ki, burada bir müsbət yükümüz var. Burada bizim bir mənfi yükümüz var. Müsbət yükün də ətrafında elektrik sahəsi yaranırdı. Mənfi yükün də ətrafında elektrik sahəsi yaranır uşaqlar. Buradan bunun ətrafında necə? Nətər eyni olarkən artıb azalmağa mı görə deyirsən? Hə, potensial nədir? İndi birinci ona istəyirsən bərabər baxaq. Ümumiyyətlə axım etdiyi zaman intensivlik xətləri, məsələn, yük buradan çıxacaq, məsələn. Bax, buradan çıxıb gedəcək. Aydındır. Səncə, mənbədə intensivlik çoxdur, yoxsa gedib çatdığı nöqtədə intensivlik çoxdur? Mənbədə intensivlik çoxdur da. İndi çıxış nöqtədə, biz ona görə deyik ki, çıxış nöqtə var da, buradan çıxıb gedir də bir sonsuzluğa doğru. Get-gedə azala gedir, amma çox az azalma var deyə. Bunları biz bərabər götürürük. Amma azalma olaraq əlbəttə ki var, get-gedə azala gedir yəni. İndi bu nöqtədə də əlbəttə ki bizim bu nöqtədə intensivliyimiz çoxdur, get-gedə azalır.
Aydındır. Potensial da həmişə çoxdan hara doğru axım edəcək? Aza doğru. Ona görə də mərkəzə yaxın hissələrdə həmişə potensial çox olur. Mərkəzdən uzaqlaşdıqca potensial azalır. Xətlərə fikir vermək şərti ilə. Xətlərə fikir vermək şərti ilə. İndi baxın uşaqlar, bunun üzərində 3 dənə nöqtə götürək. Məsələn, 1 nöqtəsi, yenə 2 nöqtəsi, məsələn 3 nöqtəsi, yenə 4 və ya 5 nöqtəsi götürsək, onda yazarıq yenə Φ1 bərabərdir Φ2-yə, böyükdür Φ3-dən, o da böyükdür Φ4 də bərabərdir Φ5-ə. Bəs mənfidə necə olacaq? Baxın, indi mənfiyə doğru axım edir. Gəlir, bax, burada biz sıxlaşdırırıq. Qeyri-biznesdir deyə burada sıxlaşdırırıq. Burada gəlib, burada intensivliyimiz avtomatik olaraq çox olacaq. Yenə nöqtə götürək, 1 nöqtəsi, 2 nöqtəsi, nə bilim, 3 nöqtəsi. Onda yazarıq ki, hətta biz imkan varsa bunun da ətrafında bir dənə belə bir sahə yaradaq. Yenə bura biz 4 nöqtəsi və 5 nöqtəsi götürək. Deyək, onda baxın, Φ1 bərabərdir Φ2-yə. Potensialı çoxdan aza doğru axım edir də, bəli. Kiçikdir Φ3-də, o da kiçikdir Φ4 də bərabərdir Φ5-ə. Yəni potensial çoxdan aza doğru axım edir. Yəni bu azdır, qəbul edir. Çoxlar oradan da çoxdan aza doğru gəlmiş olur. Aydındır, yaddan çıxartmayın. Həmişə axım istiqaməti də məhz bu formada olur və bu ekvipotensial xətlərinin üzərində də bizim potensialımız bərabər olmuş olur. İndi deyirik ki, məsələn, burada bizim bir müsbət yükümüz var. Bunun ətrafında biz bir sahə yaradaq. Ətrafında bir sahə yaradaq. Bura biz 1 nöqtəsi, bura 2 nöqtəsi, bax, bu nöqtə 3 nöqtəsi, bax, bu nöqtə 4 nöqtəsi deyək. Hərəkət bu olsun. 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə və 4-dən təzədən yenə 1-ə istiqamətdə hərəkət edər və bura hər hansı bir üçlü zərrəcik gətirək. Nə gətirək? Məsələn, mənfi gətirək. Müsbət, mənfi. Bunlar bir-birlərini cəzb edirlər. Qüvvə ilə bir-birlərini cəzb edirlər. Amma yerləşməni hara götürmüşük? Yuxarı istiqamətdə. Məsələn, yerləşmə mən dedim, yerləşməni mən yuxarı götürmüşəm. Baxın, görürsünüz ki, burada iş nə olacaq uşaqlar? Avtomatik olaraq işimiz mənfi olacaq. Və sonunda potensial enerjinin dəyişməsi nə olur uşaqlar? Yəni, bizim üçün delta potensial enerjinin dəyişməsi nə olacaq? Böyükdür sıfırdan. Yəni, potensial enerji kimi baxağın dəyişməsinə deyil, potensial enerji kimi baxaq ən yaxşısı. Potensial enerjimiz burada sıfırdan böyük olacaq. İndi gələk bu əyri hissələrə, yəni tutaq ki, cisim burada hərəkət edir bu istiqamətdə, amma qüvvə bura yönəlir. Bəli, 90 dərəcə təşkil etdiyi üçün burada da iş sıfırdır, eyni ilə burada da iş sıfır olacaq. Çünki hərəkət belə, qüvvə belə, burada da iş sıfırdır. İndi gəldik, bax bura. Məsələn, mənfi yükdür, qüvvə bu istiqamətdədir, müsbətə doğru. Yer dəyişməmiz də göstərmişik ki, bu istiqamətdədir, yəni D də bu istiqamətdədir. Bu dəfə burada iş müsbətdir, onda potensial enerjimiz isə burada məhz mənfidir. Potensial enerjimiz də baxın, bax, burada uşaqlar mənfidir. Başqa bizim burada deyəcək nəyimiz qaldı? İş, potensial. Var mı orada başqa deyəcəyimiz? Hə, kürədə intensivlik, kürədə potensial, eləmi? Tamam. Kürədə intensivlik, kürədə potensial. Kürədə intensivlik, kürədə potensial. Bunu belə bölüm. Uşaqlar, bir dənə biz kürə götürək. Demək uşaqlar, kürənin mərkəzidir. Mərkəzi bu O nöqtəsi olsun. Burada bir A nöqtəsi, bir B nöqtəsi, C nöqtəsi və D nöqtəsi götürək. Hər zaman elektrik yükü kürənin daxilində toplana bilmir. Hər zaman toplandığı nöqtə kürənin səthidir. Ona görə deyirlər ki, bəzi həssas cihazları metal kürənin daxilində saxlayırlar. Ki, ona kənardan hər hansı bir müdaxilə, elektromaqnetik müdaxilə sistemi və s. yoxdur. Ona görə kürənin daxilində, məsələn, tam bağlı kürədirsə, yergəndə set çox minimala düşür, zəng çatmır. Adı liftə girirsiniz, zəng çatmamasının səbəbi odur. Yəni, liftə girirsən, təmiz bağlansa, təmiz küp olsa, demək olar ki, orada set çox minimala düşür. Yəni, gəlib toplandığının ətrafında
axım etməsinə, içəri keçməsinə demək olar ki, icazə vermir. Ona görə də kürənin daxilində intensivlik olmaz. Sıfıra bərabərdir. Kürənin daxilində intensivlik yoxdur. Ən böyük qiymətini alır kürənin səthində. Yəni yazaram ki, onda YO bərabərdir YA, o da bərabərdir YB-yə, o da bərabərdir sıfıra. Ən böyük qiymətini alır YS-də. K Q0 bölünsün R. Buradan da uzaqlaşdıqca kiçilə-kiçilə nə edir? Gedir. Bunun da kvadratdır, bəli. Burada uşaqlar bizim intensivliyin məsafədən asılı qrafiki var. Belə bir qrafik formatı çəkilir, kürə kimi. Kürənin daxilində intensivlik göstərirlər ki, sıfırdır. Şaban, kürənin daxilində intensivlik sıfırdır. Amma kürədən çıxdıqdan sonra maksimal qiymətini alır, sonra get-gedə nə edir? Təzədən azalır. Kürənin daxilində sıfırdır, kürədən çıxdıqdan sonra azalmağa başlayır. Bax, kürənin daxilində yenə bu sıfırdır. Kürədən çıxır, yenə minimal qiymətə get-gedə azalacağı gedir. Ən böyük qiymət alır səthində. Yaxşı. Keçirik kürədə potensial, kürədə intensivlik verdim, kürədə potensial var. Təzə mən bura bir dənə yenə çəkmiş olun. Bu yenə mərkəz olsun. Məsələn, O nöqtəsi, A nöqtəsi, B nöqtəsi, C nöqtəsi və ya D nöqtəsi götürsək, bu dəfə uşaqlar həmişə kürənin daxilində potensial olaraq bərabərdir uşaqlar. Yerdən çıxartmayın. Orada küt azalır, R də eyni qədər azaldığı üçün, azalanda hər ikisinin azalmasına dəyişimi eyni qədər olduğu üçün dəyişmir. Biz yazmışdıq da, fi bərabər, potensial Q bölünsün R-dir. Yəni, Q azaldıqca R də azalır. Nisbəti dəyişmədiyi üçün kürənin daxilində potensial dəyişmir. Ona görə kürənin daxilində fiimiz məhz konstantdır, dəyişmir. Yəni, fi O bərabərdir fi A-ya, o da bərabərdir fi B-yə, o da bərabərdir fi C-yə, o da bərabərdir K Q0 bölünsün R-ə. Niyə? Bu nöqtədə Q, yox, kvadratsızdır, potensialda kvadratsız. Bu nöqtədə Q-miz yükü azalacaq, R də azalacaq. Nisbəti dəyişməyəcək. Get-gedə kiçildikcə də baxacaq ki, yəni Q də azalır, R də azalır, ona görə nisbəti dəyişmir, ona görə bərabər. Ancaq buradan uzaqlaşdıqca, məsafə artdıqca azala-azala gedəcək. Bəli. B-dən niyə böyük olsun ki? Mərkəz, yəni R kiçilir, amma Q-də kiçilir. Fikir ver. Burada kiçikdir Q. Başa düşürsən, yəni orada Q-miz kiçikdir. Burada da Q-miz də kiçikdir, R-miz də kiçikdir. Ona görə yəni. O zaman nə deyirik? Biz deyirik ki, bizim fi-ni məsafədən asılı qrafiki verirsə, yenə bir kürə çəkərik. Kürənin daxilində sabitdir səthinə qədər, sonra azalır. Daxilində sabitdir səthinə qədər, sonra azalır. Aydındır. Kürədə intensivlik, kürədə potensial. Başqa nə var? Bizim deyəcəyimiz, bizə qalacaq başqa bir şey varmı? Nəzdir? Orada unutduğumuz kənarda bucaq. İndi bayaqları sən deyirdin ki, müəllim, o fiimiz niyə dəyişir? Bax, yüklü zərrəcikimiz hər hansı bir nöqtədən başqa bir nöqtəyə getdiyi zaman yüklü zərrəciyimiz məsələn, tutaq ki, A nöqtəsindən çıxıb B nöqtəsinə gələndə potensialı müxtəlifdir, dəyişir. Yüklü zərrəcimizin özünün potensialı dəyişir. Buradakı potensialımıza bir fi1 desək, buradakı potensiala fi2 desək, buradan bura dəyişimi delta fi'dir ki, bu da bizə U-nu verir. Bunun adı nədir? Gərginlik adlanır. Yəni, bizim gərginlikimiz burada U hərfi ilə işarə olunmuş uşaqlar görülən işin nəyə nisbətidir? Yükə nisbətidir uşaqlar. Vahidi joule bölünsün nədir? Kulomdur. Bu da bizim üçün 1 volt verəcək uşaqlar. Volt. Bəli. U-muz, yəni potensiallar fərqi və ya potensial enerjinin də eyni zamanda sınaq yükünə nisbəti ilə də tapıla bilər. Ona görə də bizim fi'nin bayaqları vahidin də demədi, fi'miz də bərabərdir. Potensial enerjinin sınaq yükünə nisbəti. Onca bunlar bir-birinə bərabər olduqları üçün bu da joule bölünsün kulon. Yəni bu da bizim üçün 1 voltu verəcək.
yaddan çıxartmırsınız. Bu da bizim üçün bir voltu vermiş olacaq. Bunu biz intensivliklə də əvəz edə bilərik. Y bərabər idi nəyə? U bölünsün D. Bəli, istifadə edirdik. Bəli, Y bərabər idi. U bölünsün D. İkinci vahidi, Y'nin ikinci vahidi buradan çıxır uşaqlar. Volt bölünsün metr. Bu da buradan çıxır. Yəni A-nın düsturundan çıxartmaq olar. Yəni, potensial çoxdan aza doğru axım edir və burada bir potensiallar fərqi yaşanır. Həmən potensiallar fərqinə biz gərginlik deyirik uşaqlar. Yaddan çıxartmayaq. Yaxşı. Xırda-xırda böyüyə-böyüyə gedir əslində bu dərs elə. Adam ürəyin